videoda biz summary haqqında danışacağıq. Sadə balaca bir topologiyamızı quraq. Okay. Bir neçə dənə router götürək. Biri burada, biri burada, birisi burada, birisi də burada olsun. Okay. Burada bu formada biz bunları birləşdirək. Okay. Digər routerumuzu da birləşdirdik. Bu router'u da birləşdirdik. Burada verəcəyimiz IP-ləri göstərirəm. 10.1 bura olsun, 10.2 bura, 20.1 bura, 20.2 isə aşağıdakı routerda olsun. Bu tərəfdəki subneti 172.16.50.1 göstərdim. Burada isə 172.16.50.2. Burada artıq B klassdan yazmışam, amma slash 24-dən qeyd edəcəm interfeysləri, IP-ləri. Burada da yenə də olsun 172.16.60.1. Burada isə 172.16.60.2. Bu dəfə biz nə iş görəcəyik? Burada bunlar hamısı 192.168-dən başlayan subnetlərdir. Birinci summary eləməyəcək. Summary eləməsək görəcək ki, bu router, həmçində bu router slash 24-dən görür bunları. Daha sonra isə həmin subnetləri slash 16 ilə buna göndərəcək. Gəlin baxın necə konfiqurasiya edirik. Bu routerun biraz belə çəksə məncə daha yaxşı olacaq. İndi şəkildə də göstərə bilməyim üçün. Okay. Bu çərçivənin içərisi area 0-dır. Bu çərçivənin içərisi area 0-dır. Bu birisi çərçivənin içərisi isə olsun area 1. O halda bu router area border router olacaq. ABR dediyimiz. Okay. Hansı ki bu router. Sonra bu çərçivənin içərisi biz dedik area 0 deyə. Area 0. Bu birisi çərçivənin içərisi isə area 1 olsun. Okay. Gəlin o zaman interfeyslərə IP-lərini yazaq. Gigabit 00-a 10.1 IP-si verəcək. Okay. Buranı mən düzəliş elədim. 10.1. Okay. Sağ click paste. Bura hazırdır. Ortadakı router'ı konfiqurasiya edirəm. 10.2 bu router'ı konfiqurasiya edirəm. Gigabit 0.1-dən IP olacaq bu ortadakı router'da. Aha. 20.1 olacaq, elə deyilmi? Okay. Ctrl-C ilə kopyaladım. Hələ burada 3-cü interfeysimiz var. Okay. Yaxşı, onda əllə yazacağım. Okay. Sağ click paste. Okay. 3-cü interfeys vardı, onu sonradan gördüm. Interfeys gigabit Ethernet 02. Okay. IP adres 172.16.50.1 255.255.255 0/24-dən yazdım. Belə də uyğundur. Okay. İndi isə ən aşağıdakı router'ı konfiqurasiya edirik. Orada da gigabit 00-a nə IP-si verəcəkdik? 20.2. Okay. Ctrl-C ilə bunları kopyaladıq, gəldik bura. Okay. CLI. Sağ click paste. Okay. Bu tərəf hazırdır. İndi isə bu ortadakı router'ı konfiqurasiya edəcək. Deməli, onun sol tərəf interfeysi, yəni ki, gigabit 00-a nə IP-si verməyi planlaşdırmışıq? 172.16.50.2. Sağ tərəfdəki interfeysinə isə 172.16.60.1 IP-si verdik. Okay. Ctrl-C ilə buranı kopyaladıq, gəldik bura. Okay. CLI, sağ click paste. Bura hazırdır. İndi isə sağ qıraqdakı router'umuzu konfiqurasiya edirik. Orada da elə bir dənə interfeys var. Gigabit 00. Orada 60.2 IP-si verərik. Okay, buranı Ctrl-C ilə kopyaladıq, gəldik bura. Okay, gəldik bura, sağ click paste. Burada hazırdır. İndi isə biz OSPF konfiqurasiya edirik. Əsas diqqət edəcəyimiz yer nədir? Arealara diqqət edirik. Səhvən başqa areanı yazmayaq. Okay. Bayaqdan konfiqurasiyamız var burada. Root OSPF 100. Bu router'ı konfiqurasiya edəcəm. Orada hansı area olacaq? Daha doğrusu hansı subnet olacaq demək istəyirəm. 10.0, həm də area 0. Yox, burada yalnız 10 olacaq. Elə deyilmi? Okay. Bu router'ı nəzərdə tutmuşdum. Sağ click paste. Bu router'umuz konfiqurasiyası hazırdır. Okay. İndi isə ən aşağıdakı router'ı konfiqurasiya edək. Orada hansı subnet olacaq? 20. Okay, gəldik bura. Sağ click paste. Burada hazırdır. İndi isə bu router'ı konfiqurasiya edək. Burada diqqət edək. 10 və 20 area 0'dır, amma 172 ilə olan isə area 1'ə aid olandır. Okay. Buranı kopyaladım. Okay. Bir dəfə də paste. 20.0, 10.0 və 20.0'ı göstərdik area 0'dan. Digəri isə area 1 olacağını bilirik. Burada hansı subneti yazmalıyıq? 170.16.50.0. Buranı kopyaladıq. Ctrl-C ilə gəldik bura. Sağ click paste. Okay. Bu tərəf hazırdır. İndi isə bu router'ı konfiqurasiya edək. Burada hansı subnetlər olacaq? Okay. Buranı sildim. İşim asan olması üçün Ctrl-C ilə kopyaladım. 50 və 60'ı burada göstərdik. Okay. Ctrl-C gəldik bura. Sağ click paste. Okay. Buranı kopyaladıq. İndi isə sonuncu router'umuzu oranı konfiqurasiya edək. Bəli, orada yalnız 60 subnet var. Okay.
Ctrl-C ilə gəldik. Bura sağ klik, paste. Okay, bu da hazırdır. Vaxtımızı qabağa alaq. Gəlin buradan biz baxaq. Routing table-da OSPF nədən görürük? Şu IP root hələ ki baxaq. Nələr görürük? 10.0 subnetini /24 ilə 20.0 subnetini yenə də /24 ilə görürük. Hansı ki bu da bizə inter araya daha doğrusu başqa arayadan gəldiyini bizə bildirir. Burada da baxası olsaq şu IP root. Okay, burada da biz görürük ki 10.0 və 20.0 başqa arayadan gəldiyini görürük. Şu IP root OSPF. Burada isə şu IP rootda bunu görürsünüz. /24'ü görürsünüz. Başqa bir fərqi də demək istəyirəm. Şu IP root OSPF-də isə bunu subnet maskının sonunda görmürsünüz. Əsas demək istədiyim bu deyil. Demək istədiyim birazdan hansı ki bir summary eləyəndən sonra bu routerda və yaxud bu routerda baxası olsaq görəcək ki 10.0, 20.0 görməyəcək. 192.168.00/16 görəcək. Yəni ki, bu routing table-ı kiçiləcək artıq. Siz təsəvvür edin ki, burada 10 var, 11 var, 12 var, hətta bir 200 dənə və yaxud daha çox root var. Onu bir dənə sətirdən əlavə edəcək. Routing table-da bir sətirdə göstərəcək. Okay, gəlin konfigurasiyamıza başlayaq. Biz demişdik, summary eləyəcəyimiz router ya ABR olmalıdır, ya da ki ASBR. İndiki halda bizdə ABR bir dənə budur. Burada biz konfigurasiya eləyə bilərik. Yəni ki, bunun bir tərəfi araya 0, digər tərəfi araya 1-dir. Burada konfigurasiya eləyə bilməyəcək summary. Ancaq burada konfigurasiya edirik. Okay, gəlin baxın necə konfigurasiya edirik. Configuration terminal router OSPF 100 araya 0 hansı arayanı summary eləmək istəyiriksə, onu da yazırıq. Range 192.168.00 255 255 3-cü 255-i artıq yazmırıq. Okay, enter. Gəlin baxın nə konfigurasiya elədik biz burada. Show run section OSPF. Okay. Burada biz gördük araya 0 range 192.168.00/16-dan göstərmişik. Okay. Gəlin bu router'a baxaq. Show IP root. Okay. Necə görürük? Bu dəfə biz /16 ilə görürük. Əvvəl çoxlu sətirdən bizə göstərirdi. 2 dənə sətir, yəni ki 2 subnetimiz vardı. Burada 2 dənə subnet deyildi. Yüzlərlə subnetləri də görə bilərik. O halda 10.0, 11.0, 12.0 çoxlu sayda sətirlər görəcəyik routing table-da. Gəlin o zaman biz burada bir iki dənə də başqa subnet əlavə edəcəm. Configuration terminal interface loopback ortadakı routerdan loopback 0 olsun. Okay. IP adres 192.168.11.1 yazaq. 11.255.255.255.0. Okay, noşatdanlığımızı da yazdıq. Noşatdan olması da olardı. Interface loopback 1 IP adres 192.168.12.1. Okay, 255.255.255.0. Okay. Show IP interface brief. Bura baxası olsaq loopback ikinci loopbackdə mən noşatdan yazmamışdım. Hətta noşatdan yazmasaq belə yenə up olduğunu görürük. Loopback'e noşatdan yazmamıza ehtiyac yoxdur. Show run section OSPF-ə biz baxası olsaq, OSPF hal-hazırda həmin bu 11 və 12 subnetini görmürük, düzdürmü? Gəl OSPF-ə biz onu əlavə edək. Loopback-i də OSPF-ə əlavə edək. Görək o birisilərə summary eləmişik. Görək necə gedəcək qarşı tərəfə. 192.168.11.0. Okay. Ctrl-C. Okay, Ctrl-V. 12 subnetini də biz burada əlavə elədik. Okay, Ctrl-C ilə bunları kopyaladıq. Gəldik bura. Sağ klik, paste. Okay. Show run section OSPF. Okay. Burada görürük 11 və 12 subnetini görürük. Amma vaxtı qabağa alsaq belə yeni 11 və 12 subnetini burada görməyəcək. Çünki bunun içərisində keçərli olacaq. Show IP root. Burada da yenə də bunun içərisindədir. Və yaxud show IP root OSPF yazası olsaq yenə də bu formada biz onu gördük. Hətta bu birisi router'a baxaq burada necədir? Sonuncu dəfə 10 və 20 subnetini görmüşdük, düzdürmü? Show IP root OSPF. Okay. Burada da yenə də biz 192.168-i görürük. 0/16 olan variantı. Bunu nəzərdə tuturam. 192.168.00. Biz burada bayaqki komandamızı siləsi olsaydıq, configuration terminal router OSPF 100 no araya 0 range 192.168.00 255.255.00. Enter, bunu sildik. Show run yenidən baxıb oradan da düz silmişik mi? Show run section OSPF. Okay. Hal-hazırda o yoxdur. Vaxtımızı qabağa alaq. Bu dəfə gözləntimiz odur ki, burada 11 və 12 subnetini də görək. Həmçində 10 və 20-ni də görək. Fikir verirsiniz, 12, 11 də burada görürük, 10 da buradadır, 20 də buralardadır. Biz summary nəql elədim, ona görə bunlar bura düşdü. Sağ qıraqdakı router'a baxası olsaq, şu IP root. Okay. Burada da yenə də 12, 11, 20 və 10 subnetini də biz burada görürük.